Vaxtınız xeyir olsun. Bu günlərdə Bərdər rayonunun Qasımbəyli kəndindəyik. Buradan da Qasımbəyli kəndinin cəmaatını salamlayıram. Qasımbəyli kəndində 10 sot torpağın içərisində əlqəldən axıra qoşabarı ilə təzə preyklə tikilən evimiz satışa çıxır. Evimizin kürsüsü 9 daşdan ibarətdir. Evimizin daxil hissəsini sizlərə təqdim edəcəm. Evin pilləkəni zövqə uyğun yığılıbdır. Bu hissəsi kaldor hissəsidir. Bu hissəsində bir otaq yerləşir. Bu hissəsində ikinci otaq yerləşir. Yataq otağı. Bu hissəsində də üçüncü yataq otağı yerləşir. Bu hissəsində də hamam və sanuzen yerləşir. Bu hissəsində də mətbəx yerləşir. Evin çorlu polu da alınıbdır, yuxarının aşağı tirlər döşənilibdir. Bu evdə bu hissəsi də qonaq otağıdır. Çox zövqə uyğun bir qonaq otağıdır, böyük və genişli. İndi də sizlərə evin həyətyanı məhləsini təqdim edəcəm. Həyətyanı məhlə Krupnu zaborun içərisindədir. Buradan da padval hissəsini də təqdim edək sizlərə geniş və girmək olar içəri tam daxil. Həyətində bir o hissəsində zabor yoxdur. Qalan hər bir yeri Krupnu zaborun içərisindədir. Hörmətli tamaşaçılar, evimiz 3 otaq, 1 zal, mətbəx, hamam və sanuzendən ibarətdir. Evimizin ərazisindən qaz, işıq, su, Wi-Fi də belə mövcuddur. Evimizin sənədləri fakir kupsadır. Ərazisində də kasakası yerləşdirilmişdir, yerdən çıxma sudur. Evimizin satış qiyməti razılaşma yolu iləndir. Allah alana da, satana da xeyir versin. Sizlərlə mən idim, Baba Makrin. Sağ olun, gələn görüşlərə dək.